Salam bir daha xanımlar. Bu mənim vlogumun ikinci hissəsi, alış-verişimin, yəni aylıq bazarlığımın ikinci hissəsi oldu. Qalan bazarlığımı da getdim, aldım, gətirdim. Siyahımdakı şeyləri. Burada daha çox kimyəvi şeylər və ət filan var. Yəni heç meyvə ala bilmədim. Çox axşama, gecəyə düşdü, yəni. Artıq işim də çox idi, ona görə meyvə ala bilmədim. Meyvə tək gündəlik alınır, yəni ürəyimiz nəsə istəyəndə. Belə. İndi görək bunlarda nələr var. Burada salfetkalar. Bilirsiniz ki, salfetka yəni evdə su kimi gedir. Çox almışam, ondan başqa paketlərdə çıxar. Belə mənim salfetkalar almışam. 2 dənə. Sonra belə bir paraşok aldım. Bunu mən paltar qaynadanda istifadə edirəm vedrədə. Bir də belə bir paraşok almışam. Bunu ilk dəfə aldım. Həmişə Ariel falan alırdıq, amma bu dəfə bundan aldım. Görək necə olacaq. Ariel son zamanlar nəsə maşınkada ərimir. Yəni qalır elə ağ, bax, kirəç kimi. Bu dəfə bunu probelim, görüm necədir. Buradan da yeni salfetka çıxır. Digər bazarlarında da var idi salfetka. Sonra belə pingvin paketlər. Belə bir. Sonra belə bir trepka aldım. Sonra yeni qubqa. Bu əla bir şeydir, yəni ki, əsasda qazanları filan yeməyə çox yaxşıdır, yəni tez xarab da olmur, qəşək. Bunlar daha tez xarab olurlar. Düz indi 10 gündən bir həftədə bir dəfə dəyişirik yenə də. Sonra belə 2 dənə maz. Aynəsini. Bunu rastgele götürdüm, inanırsınız heç. Çox elə də düşünmədim. Bu həqiqətən super bir şeydir də qiymətinə görə. Qiyməti 2 manat neçəsə qəpikdir. Amma çox gözəldir. Sonra bir də eyni bir şeydir. Bu isə ərp üçündür. Amma belə bir şey var ki, hamamda tutaq ki, bunu vurub iş görürsünüzsə, bildiyiniz kislatadır da sanki. Kislata kimi, yəni gözü yandırır, nəfəs ala bilmirsiniz. Qətiyyən, yəni qapı bağlı iş görməyin də bundan. Amma çox gözəldir də. Əgər sizin hamamınızda illərlə ərp qalıb bilmirsiniz ki, necə təmizləyəcəksiniz. Yəni super təmizdir. Buradan vurursunuz, buradan tərtəmiz olur da. Amma dediyim kimi, ya ağzınızı bağlayın, ya qapını açıq qoyun. Belə bir şey əlcəksiniz də, yəni mümkün. Bu qəşək uşaqlar üçündür, amma mən bundan evdə pol bulaşdı, yənisə töküldü filan, bununla silim. Keçən dəfə hansısa, bilmirəm, yadımdan çıxıb adları, ondan almışdım. Selpak idi, yoxsa hansı idi, bilmirəm. O şey, yəni iminlə ev təmizliyi üçün almışdım. Amma o qədər bir ximiya iyisi gəlirdi ki, məni boğurdu da. Mən də biraz öskürək filan allergiyam var deyə onu almadım. Bu ən gözəlidir də, yəni. Qəşək incə bir enerji iyisi var. Rahatsız da etmir adamın. Yəni xoşuma gəlir, artıq neçənci dəfə də bundan alırdım. Keçən dəfə onu aldım, xoşuma da gəlmədi. Bu da qəşəkdir. Pis deyil qiymət. Sonra belə bir pambıq disk. Bunlar da çox yaxşıdır, həqiqətən. Sonra acı. Bunu 2 dənə almışım. Mən çox şey, əsaslı kimyəvi şeyləri nədənsə 2 alıram. Bunu, bir də bunu bu dəfə birdən almışım. Sonra Pimalit. Bu da çok
qəşəngdir həqiqətən. Pas filan atmır. Çox cızmır qazanı. Sonra belə yumurta. Yumurta kənd yumurtası da almışıq. Kənd yumurtası da var deyə az aldım. Sonra belə bir çay rayona filan gedəndə götürürük özümüzlə termosda çay içməyə. Yoxsa belə xoşlanmıram dadını. Qırmızı soğan, salatlar üçün. Belə bir kalbasa aldım bu dəfə. Bu firmanın keçən dəfə sardelkasını almışdıq. O qədər ləzzətli idi, dəhşət də. Amma ki, bu dəfə nə qədər axtardım. Yəni, nə tam storda, nə bazar storda, nə bilim, arazda, heç yerdə onu tapa bilmədik də. Nədənsə bir şey bəyənirik, sonradan onu o qədər çətin olur ki, tapmaq. Şəklini falan da çəkib saxlamışdım. Sonra belə bir aldım. Bir də belə bir şey aldım. Qoxuları pis deyil, əsas da bunun. O dediyim sardelka da bunu kimi idi. Keçən videomda var idi. İçi də pendirli idi, yəni belə pişirəndə pendir filan da axırdı. Çox ləzzətli idi, həqiqətən belə damaqda dadı qalırdı. Əvvəlki dadlar kimi. Təəssüf ki, tapa bilmədim. Sonra yenə bir tost çörəyi aldım. Çünki artıq Holland pendir oldusa, bu tost çörəyi bizdə 1-2-3 günə qutarır. Sonra bir sadə belə çörək. Və belə mozzarella aldım. Bunu da ilk dəfə aldım. Keçən dəfə 1 kiloluğu almışdım. Həmin yerdə o olmadı ondan. Başqa bir dükandan bu gözümə xoş gəldi nəsə. Bunu aldım. Bunu sırf deyim ki, belə təkcə pizza istifadə edirəm. Yox, onda heç bir dadı olmur. Mozzarellanın belə xüsusi dadı yoxdur da, amma qəşəng dartılmağı var. Ona görə mən o aldığım Holland pendirin içinə bunu tiyorkalayıram. Qəşəng bir yerdə qarışdırıb, elə paketlərə yığıb bir təfərli tiyorkalanmış. Marazelkaya qoyuram. İstədiyim vaxt, nə hazırlasam, elə çıxardıb tökürəm. Qəşəng ikisi bir yerdə olur. Onun, например, Holland pendiri də uzananda qəşəng. Amma bu lap belə qəşəng uzanır. Onun dadı artıq bunu yavan etmir də. Bu da ləzzətlənir onun sayəsində. Və vermişik, makaron. Bunlarsız heç cür olmaz. Və vermişik. Bu da çox, yəni rahat bir. Bundan 2 dənə almışdım. Birini harası qoymuşum, yəni başqa bir. Sonra bir də bu makaron. Oğlum bunun xəngəli üçün də dəhşətlə, yəni bir paçkanı bir günə yeyir, qutarır. Amma xəngəlini ancaq belə. Yəni başqa kotletlə falan çox da bəyənmir. Amma ki, sırf xəngəli çox sevdim. Bundan da 4 tane almışım. Deyirəm də bundan 2 tane almışım. Hələlik ki, bunu bəyənirəm də, bu çox ləzzətlidir. Dadı falan əzilmir, qəşəng. Əgər suyu bol vurursunuzsa, əzilmir, yaxşı istəsəz şişir, qəşəng. Əgər çox pişmiş sevirsinizsə, çox ləzzətlidir həqiqətən. Sonra belə bir bitki yağı. Və belə kukuruzlar aldım. Tomat bizim tarla həqiqətən çox gözəldir. Pomidor. Ay,
Bu da heç yaxşı seçilmiş. Bunlar qəşəng idi. 2 manat 50 qəpiyə aldım kilosunu. Bunu bazardan almışam. Marketdə çox iri idi. Və benim mandalina almışam. Burada isə toyuq məhsulları var. Demək, buradakı nədir? Toyuq bu dibi. Nə qədərdir? 3 kilo, nə qədərdir? 3 kilo 232 qram. Sonra bu toyuq ciyəri, ürək qarışıq. Və toyuq sinəsi. Bu dəfə biraz azaldım. Bundan çox alıram həmişə. Bu dəfə biraz azaldım. Çünki ət daha çox aldım. Bu da quzu ətidir. Səhv etmirəmsə 4 kiloya yaxın idi. Sonra göyərti aldım. Çox gecəyə düşdüm deyə artıq. Çox xırda göyərtilər var idi. Məcbur onlardan aldım. Və burada da mal əti var. Mən planlamışdım ki, mal əti sümüksüz 3 kilo alım. 3 kilo da sümüklü alım. Artıq elə oldu ki, bu sümüksüzü təmizləyib verəndə gördüm. Çox qəşəng tikədir, həqiqətən. Özləri ilə orada kəsirlər. Çox xoşuma gəldi. Daha qərarımı dəyişdim. Dedim, sümüklünün yerinə bunu bütöv çəkin hamısını. Sümüksüz olsun. Çünki bozbaşa filan sümüklü daha yaxşı olur. Nəinki tikə. Məcbur bunu götürdüm deyə sümüklü ət götürmədim. Elə quzu əti sümüklüdür. Bu təmiz sümüksüzdür. Bundan etaq hər şeyi artıq bundan düzəldəcəm. Düzdür, sümüksüz ət daha bərəkətli olur sümüklüyə nisbətən. Və belə köbələk aldım. Bu da 2 kilonun üzərində idi. Çox qəşəngdir, xırda-xırda özüm seçib almışam. Mənim alışverişim bu qədər. Təxmin edin siz nə qədər pul xərclədim bu ki ümumi alışverişə. Yəni bu qədər alışveriş elədim. Dediyim kimi bu gedəcək 2 ay yarım, hətta çox da gedə bilər. Amma o müddətdə yəni belə rahat oluram. Kimyəvi şeylərdən qalır, dediyim kimi. Yumurta təkrar alınan bir şeydir, göyərtidir. Və bəzi tərəvəzlər olur ki, təkrar alınır o ayın içində. Amma qalan şeylər. Sonra bir də biz kərə yağı, nəprimər, kərə yağı çox deyirlər ki, almamısınız. O kərə yağını mən, nəprimər, ildə 1-2 dəfə çox alıb əridib yığıram deyə, o hər bazarlıqda mən almıram. Ona görə, nəprimər, onları əlavə alırıq. Yumurta da kənd yumurtası əlavə aldığım olur, nəprimər, ondan var idi. Sonra kənd çolpası. Ondan da var idi. Onları belə ani bir gündə alırıq deyə bu bazarlığa aidiyyatı olmur da ümumi. Bu qədər bazarlıq elədim. Yəni ümumi bu qədər bazarlığa mən verdim düz 892 manat. Təsəvvür edirsiniz. Yəni dəhşət bir qiymətdir, düzdür, çox bahasılıqdır. Amma məcbur neyinmək olar. Sizdən də yenə bir xahişim var, kanalımıza abunə olasınız, bəyənməyi unutmayasınız. Allah hər kəsə bol ruzi bərəkət versin, istədiyiniz hər bir şeyi hər zaman ala biləsiniz inşallah.